Salam, hər vaxtınız xeyir olsun. DİM 20 sınaq 1-ci bloklar üçün olan sınaq 8-in izahına baxaq. Birinci sualımız. Müşahidəyə başlayan anda koordinat başlanğıcından keçən cisim 3 qüvvənin təsiri altında sürtünməsi olaraq sabit sürətlə hərəkət edir. Təsir edən qüvvələrdən ikisi şəkildəki kimidir. Cisimə təsir edən 3-cü qüvvənin proyeksiyasını müəyyən edin. Bölgülər bərabərdir. Aha. Deməli, uşaqlar sabit sürətlə hərəkət edir. Sabit sürətlə hərəkət edirsə iki şərtimiz var. Ya təsir edən qüvvələr bir-birinə bərabər olmalıdır, ya da ki orada sürtünmə olmalıdır. Burada sürtünmə yoxdur. Deməli, təsir edən qüvvələr bir-birini tarazlamalıdır. Baxaq uşaqlar, F2 qüvvəsinin toplananlarını ayırsaq, aşağı 2, sağa 2. Daha sonra F1 qüvvəsinin toplananları ayırsaq 1 Newton yuxarı, 3 Newton da deməli sola doğru. Baxaq uşaqlar, birincisi baxırıq Y oxu istiqamətində olan qüvvələrə. 2 çıxılsın 1 olacaq 1 Newton aşağıya. Daha sonra 2 və burada 3 var. 3-dən də 2-ni çıxırıq, böyükdən kiçik çıxıb bölün istiqamətini götürürük. Olacaq 1 Newton da sola. Deməli 1 Newton sola, 1 Newton aşağı. Bunların əvəzləyici düz bunların mərkəzindən yönəlir. Bizdən soruşur ki, təsir edən 3-cü qüvvənin proyeksiyasını tapın. Yəni əvəzləyicini yox, elə bir qüvvə olmalıdır ki, əvəzləyicinin əksinə olsun və bu əvəzləyicini tarazlasın. Yəni əvəzləyicinin əksinə bir qüvvə, yəni 1 Newton sağa, 1 Newton da yuxarı olan, deməli həm x-i, həm də y-i 1 və 1 olan Y variantı. İkinci, 2R pi r rho bölü 3 ifadəsi hansı fiziki qəmiyyət təyin olunur? Baxaq uşaqlar, deməli burada gəlin vahidə keçirdək. Radius deməli vahidi metrdir. Vurulsun kök altında pi-nin vahidi yoxdur. R-nin vahidi Newton vur metr kvadrat böl kiloqram kvadratıdır. Rho-nunsa vahidi kiloqram bölünsün metrin kubudur. Aha. İndi buradan metr kvadratı ilə metr kubu getdi. Kiloqramla kiloqram kvadrat getdi. Newton da açsaq, metr vurulsun. Newton da açaq, olacaq kiloqram vur metr böl saniyə kvadratı. Aşağıda qalmışdı kiloqram və metr. Kiloqram vur metr. Kiloqram metrlər getdi. Kök altından 1 böl saniyə çıxır. Burada da metr var idi. Alırıq metr böl saniyə. Deməli olacaq sürətin vahidi B variantı. 3-də kütləsi 50 kiloqram olan cisim çəkisinin təcildən asılı qrafiki verilib. Təcil A0 olduğu anda onun çəkisinin sükunətdəkindən nə qədər böyük olduğunu. Aha. Sükunətdəki çəkisi P0-dır. Bərabər mj olacaq 500 Newton. 500 Newton. Deməli A0 nöqtəsində çəkisi 3 dəfə artıb, yəni 3P0 olub. Deməli A0 nöqtəsinə uyğun olan çəkisi də bunu yazaq. P2 bərabərdir 3P0-a, yəni 1500 Newtona. Deyir, nə qədər çoxdur? Gördüyümüz kimi olur. 1500-dən də 500-ünü çıxırsınız. Alırsınız ki, 1000 Newton çoxdur. 4-də kütləsi 50 kiloqram olan bir cins tir şəkildəki kimi tarazlıqdadır. Tir K nöqtəsindən kəsildikdə iplərdəki T1 və T2 gəlmə qüvvələrin qiymətləri. Aha, K nöqtəsindən kəsilib, yəni artıq sağ tərəf yoxdur. Yəni bu hissə yoxdur. Yalnız baxın, burada dayandıq. Birincisi uşaqlar, gördüyünüz kimi 2 hissə kəsildi. Görən hissədən ibarət idi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 hissədən ibarət idi və bir cins tirdi. 50 kiloqram 10 hissə idisə əgər, 50 kiloqram 10 hissə idisə, bizdə qaldı 8 hissə. 8 hissəmizə nə qədər olar? Təbii ki, 40 Newton. Deməli, artıq çəkini 50 yox, neçə götürmək lazımdır? 400 Newton götürmək lazımdır. 500 Newton idi, oldu 400 Newton mj'dən. Deməli, uşaqlar, nə edirik? Qaldı 8 damamız. 8-in deməli 4-ünə 404-dən düşəcək mj'lərimiz. 1, 2, 3, 4, 1, 2, 3, 4, 4 solda, 4 də sağda. Aha, bu oldu bunun deməli 400 Newton çəkisi. İndi bizdən T1 və T2-ni soruşur. T1, T2-nin cəmi 400 olmalıdır. T1 üstəgəl T2-nin 400-dən istifadə edib əvəzləmədən istifadə edərik. Deməli, mj-yə görə qol tapıram. T1-in qolu 2, T2-nin qolu 3-dür. Belə bir şey alırıq. 2T1 bərabər 3T2. T1 də bərabərdir 1/5 T2. T2. Deməli, T1 T2-dən 1/5 dəfə çoxdur. Baxın, bu yuxarıda yazdığımız ifadədə T1-in yerinə 1/5 T2 yazaq. 1/5 T2 üstə gəlinsin T2 bərabər 400-ə. Oldu 2/5 T2 bərabər 400. T2-ni tapmaq üçün də 400-ü bölək 2/5-ə. T2 də bərabərdir 400 bölünsün 2/5. 25 yuxarıda bir dənə 0 yazaq. Deməli, uşaqlar 4000-i 25-ə böləndə 1, burada qaldı 40. 40-da 4-ə vursaq olacaq 160 Newton. Biz tapdıq T2-ni 160.
Y variantında T1-i tapmaq üçün də 160-ı vurmaq lazımdır. 1,5-ə. 5-də M kütləli cismin kinetik enerjisi Y bərabər 50 M düsturla vermişdir. Cismin sürətini hesablayın. Kinetik enerjinin düsturu mv kvadrat bölü 2-dir. Bunu da bizə verib 50 M kimi. Aha, M'lər getdi. V-ni tapanda da çarpaz vururuq olur 100. 100-dən də çıxacaq kök altında 10 metr bölü saniyə. 6. Üfüqi yolda hərəkət edən cisimlərin kinetik enerjilərinin məsafətin asılı qrafikləri təsvir olunub. Cisimlərə təsir edən əvəzləyici qüvvələrin F1 bölü F2 nisbətinə. Aha. Deməli, uşaqlar bilirik ki, kinetik enerjinin dəyişməsi nəyə bərabərdir? Əvəzləyici qüvvənin yer dəyişmə hadisəsinə, yəni işə bərabərdir. Kinetik enerjinin dəyişməsi. Birinci halda kinetik enerjinin dəyişməsi 3Y-dən 0-a düşüb, onda F1 böl F2-dən elə yerinə qoysaq F1-in yerinə delta YK, yəni 0 çıxılsın 3Y bölünsün 1S yazırıq. F2 üçünsə uşaqlar baxın. F2 üçünsə yazmalıq lazımdır. Kinetik enerjinin dəyişməsi 3Y-dən Y-yə düşüb. Y çıxılsın 3Y bölünsün deməli 2S. S-lərimiz getdi. Yuxarıda deməli bu 2 də qalxacaq yuxarı. Deməli belə bir şey aldıq. 2 qalxdı yuxarı və yuxarıda mənfi 3Y var idi. Mənfi vurulsun 3Y. Aşağıda deməli nə qaldı? Y-dən mənfi 3Y çıxanda mənfi 2Y də aşağıda qaldı. Mənfi 2Y. Y'lər də gedir, mənfilər getdi, 2-lər getdi, yalnız qaldı 3. A variantı. 7-ci sual. Elastiki yaya bağlanmış kütləsi 0,1 kiloqram olan cismi AB kənar nöqtələri olmaqla o tarazlıq vəziyyəti ətrafında harmonik rəqslər edir. Rəqsi hərəkət A vəziyyətindən başladıqdan sonra cisim 20 saniyə ərzində o tarazlıq vəziyyətdən 40 dəfə keçərək aya qayıdır. Rəqqasın yayının sərtliyini hesablayın. Aha. Deməli, uşaqlar baxın, sizə deyir ki, A vəziyyətindən hərəkətə başlayıb və 40 dəfə o nöqtəsindən keçərək aya qayıdıb. Deməli, uşaqlar baxaq, görək bir tam periodda bu neçə dəfə odan keçəcək. Bax, bir dəfə getdi sağa doğru B nöqtəsinə və tam periodun olması üçün bir dəfə də geri qayıtmalı. Deməli, bir tam period ərzində 2 dəfə o nöqtəsindən keçir. 40 dəfə keçmək onda neçə dəfə dövr eləmək olacaq? 20 dövr etmiş olacaq. Ona görə T bərabər 20 saniyə ərzində bu tutaq ki 20 saniyə ərzində bu 20 dövr edib. Periodu tapsaq T böl N-dən alaraq 1 saniyə. Yaylı rəqqas üçün periodun düsturunu yazsaq 2pi kök altında M böl K-dır. Deməli, K-nı tapmaq üçün hər tərəfi kvadrat yüksəldirik. 4pi kvadrat M böl K. K-nı da tapanda deməli belə olacaq. 4pi kvadrat M bölünsün T kvadratına. 4pi kvadrat 40 vurulsun 0,1 bölünsün T'nin kvadratına, yəni 1-ə. 40-ı 0,1-ə vursaq olacaq 4. Deməli, yayın sərtliyi 4 Newton bölü metrə bərabərdir. Cisim iplə bağlanaraq şəkil 1-dəki kimi tarazlıqda saxlanıb, sərbəst buraxıldıqdan sonra cisim şəkil 2-dəki vəziyyəti alarsa, onun kütləsini hesablayın. Aha. Baxaq, deməli, ipin gəlməsi 30 Newton aşağı, MJ-si də aşağı, plus F arximetdə yuxarı və F arximet burada Romaye və cisim J-yə bərabər, çünki tamamilə batıb. Buradasa MJ ilə F arximet var və buradakı F arximet isə sadəcə uşaqlar neçə Romaye və cisim J-yə bərabərdir? 3/2, çünki 3-dən 2 hissəsi batıb. 3/2 Romaye və cisim J. Aha. Deməli, uşaqlar bizdən istəyir nəyi? Kütləni istəyir, M soruşur. Deməli, uşaqlar baxaq. F arximedi MJ ilə əvəz eləyək. Yəni, buradan tapmaq lazımdır ki, bu ikinci şəkildə F arximed MJ-yə bərabərdir. F arximed bərabərdir MJ-yə. F arximedin yerinə 3-dəki Romaye və cisim J yazsaq, alarıq ki, Romaye və cisim J bərabərdir 2MJ bölünsün neçəyə? 3-ə. İndi digər tərəfdə, baxın, sol tərəfdə tənliyimizi yazaq, gətirək qoyaq yerinə. Deməli, sol tərəfdə belə bir şeylər var. T aşağı, MJ aşağı, F arximed yuxarı. T-nin qiyməti 30-dur. MJ-ni bilmirik, üstə gəl MJ. F arximedin yerinəsə Romaye və cisim J və biz də sağ tərəfdəki şəkildən Romaye və cisim J-ni aldıq ki, 3-2 MJ-yə. 3 MJ bölü 2. 3 MJ bölü 2. Yəni 1,5 MJ. 1,5 MJ. 1,5 MJ-dən MJ çıxanda qalır 0,5 MJ. 30 bərabər 0,5 vurulsun M. Vurulsun 10-a. 10-da 5-dən 10 getdi. Qaldı ki, 5M bərabər 30-a. M də bərabər 6 kiloqram. Belə tip məsələdə həmişə F arximedən MJ-nin birini digərini əvəzləyib nə istəyirsə onu da tapmaq lazımdır.
Daha sonra 9 nömrəli tapşırıqda orta kinetik enerjinin qazın həcmindən asılı qrafik verilib. Hansı ifadələr doğrudur? Kinetik enerji sabiti isə verilmiş kütləli ideal qazdır. Kinetik enerji sabiti deməli temperatur da sabitdir, T də konstantdır. Kütlə də sabit olduğuna görə deməli bu izotermik prosesdir. İzotermik prosesdə P ilə V bir-biri ilə tərs mütənasib asılıdır. Yazıb həcm 4 dəfə artıb, təzyiqi sabit qalıb, səhvdir. Temperatur sabitdir. Təzyiqi 4 dəfə azalıb, doğrudur. Çünki həcm 4 dəfə artıb. Qazın temperaturu sabit qalıb, o doğrudur. Deməli oldu 2 və 4 Y variantı. Onda izobar və izotermik proseslərdə sabit kütləli bir atomun ideal qazın xarici qüvvələr üzərində gördüyü işin qaza verilən istilik miqdarına asılı qrafiki verilmişdir. 1 və 2 nöqtələri üçün qazın xarici qüvvələr üzərində gördüyü işin qiymətlərini tapın. Deməli uşaqlar, izobar prosesdə qazın gördüyü iş 0,4 Q-yə bərabərdir. Q-nün də yerinə 100 qoysaq olacaq 40 Joule. İzotermik prosesdə isə qazın gördüyü iş bütünlükdə istilik miqdarına bərabərdir, yəni 100 Joule. Deməli 100 yuxarıya, ikinciyə, 40 isə aşağı yazdıracaq. A1 40, A2 isə 100-ə bərabər olmuş olar. D variantı. 11. Poşun altındakı buxarın izotermik genişlənməsi qrafiki verilmişdir. Bir halında buxarın sıxlığı ρ olarsa, iki halında buxarın sıxlığı nəyə bərabərdir? Deməli, qrafik ρ-nun qrafikdə və gördüyümüz kimi 1-dən 2 və 0-a qədər sıxlıq dəyişimi belə ρ olaraq da qalıb. Daha sonra isə 2 nöqtəsinə keçəndə həcm 3 dəfə dəyişib, həcm 4 dəfə artıb və ρ bərabər m bölü v-dən artıq deməli bax bu nöqtədə 2 v0-dan v0 arasında kütlə sabitdir, konstantdır. Ona görə də sıxlığının həcm tərs mütənasib asılıdır. Həcm 4 dəfə artdığına görə sıxlıq da 4 dəfə azalır. Olar ρ bölünsün 4 A variantı. 12. Uzunluqları bərabər və diametrlər D1D, D2, 2D olan dəmir çubuqlardan bərabər kütləli cisimlər asılmışdır. Çubuqların mütləq delta L və nisbi uzanmalar üçün hansı münasibət doğrudur? Deməli uşaqlar, bərabər kütləli cisim asıbsa MJ-dən istifadə edik. MJ bərabərdir. GS bölünsün L0 vurulsun delta L-dən, yəni F bərabər K delta L-dən. Diametr yazdığına görə S-in yerinə pi D kvadrat bölü 4 yazacaq. Belə nəticə çıxır ki, delta L D-nin kvadratı ilə tərs, S0 ilə isə düz mütənasib asılıdır. Bizə görə nə yazıb? Uzunluqları bərabər lap yaxşı qaldı, yalnız diametr. Diametrlə müqayisə eləsə, əgər D1D, D2, 2D-dirsə, uzunluq bunun tamamilə tərsinə. Delta L1 bərabər olar 4 delta L2-yə. Deməli, var harda? B-də. Yalnız B-də var. Aha, nisbi uzanmaya da baxaq uşaqlar. Nisbi uzanma epsilon bərabərdir MJ bölünsün Y vur S-ə. Sigma bərabər MJ bölü S-dən. S-in də yerinə PD kvadrat bölü 4 yazsaq, görər ki, bu da diametrin kvadratı ilə tərs mütənasib asılıdır. O da eynən delta L kimi olacaq, elə B variantı. 13-də üskünətdəki yüklü kürələr üçün Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Kübür yükünə təsirdən qüvvə, kök yükünə təsirdən qüvvə. Aha, deməli, bunlar bir-birlərini cəzb edirlər və biz demişik ki, təsir, əks təsir qiymətləri modulca bir-birlərinə bərabər istiqamətçi əks olur. Deməli, sükunətdə qaldıqlarına görə deməli bunlara bir dənə təsirdir sürtünmə və həmin o sürtünmələr öz klonlarının əksinədirlər. F sürtünmə, amma qiymətcə yenə də ona bərabərdirlər. Deməli, klon qüvvəsi sola yönəlir. Klon qüvvəsi sola yönəldi. İkincidə bir gəldi bura. Sağa yönəlir, bura getsin. Sükunət sürtünmə qüvvəsi sağa yönəlir. İkincidə sola yönəlir, bura gəlsin. Sükunət sürtünmə qüvvəsi əczi qiymətcə klon qüvvəsinə bərabərdir hər ikisi üçün. Sükunət sürtünmə qüvvəsi klon qüvvəsinin əksinə yönəlir hər ikisi üçün də bu belədir. Deməli 2, 4, 1, 3, 5, 6, C variantı. 14-də sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatorun köynəkləri arasında nüfuzluğu 10 olan dielektrik daxil etdikdə onun enerjisi 180 mJ dəyişdi. Dielektrik olmadığı halda kondensatorun enerjisi nəyə bərabər idi? Qoşulmuş uşaqlar kondensatorun enerjisini yazsaq, C kvadrat bölü 2, C-nin də yerinə epsilon 0S bölü D vurulsun O kvadrat bölü 2 yazaq. Gördüyümüz kimi epsilon düz mütənasib asılıdır. Birinci halda W bərabər W3-sə, ikinci halda 10 dəfə artır. Olacaq 10W. Dəyişdi deyir, yəni 180 mJ artıb. Dəyişməsi olacaq 10W çıx W bərabər 180-ə. 9W bərabər 80, W də bərabər olacaq. Deməli, 180-i bölsək 9-a 20 mJ. Bizə nə soruşur? Dielektrik olmadığı halda, deməli, əvvəlcə 20 mJ-ymuş. D variantı. 15-də xassilərdən hansı fotona aid deyil?
Sükunət kütləsi olan zərrəcikdir. Foton sükunət kütləsinə malik deyil, elə A variantı. Atomun enerji səviyyəsinin dəyişməsi, yəni bir stasionar haldan digər stasionar hala keçən zaman elektromaqnit dalğası şüalandırır, həmin an yaranır. Stabil zərrəcikdir, bəli. Tərkib hissəsinə malik deyil, elektrik cəhətdən neytraldır. Hər biri doğrudur. Deməli 16. Fokus məsafəsi 30 cm olan lupada fokus məsafəsi böyük F. Cisim 2 dəfə böyüdülmüş xəyal. 2 dəfə böyüdülmüş xəyal nədir? F bərabər 2D-dir. Xəyalanıb lupadan cisimə qədər və xəyala qədər olan məsafələri hesablayın. Bizdən cisim və istəyir xəyal məsafəsini hesablamağımız hesablayaq uşaqlar. F bərabər 2D əvəzləməsindən istifadə edəcək. Lupada alınan xəyal möfhümi xəyaldır. 1 bölünsün D, çıxılsın 1 bölünsün modulda F-dən istifadə edirik. Buradan deməli uşaqlar F bərabərdir. Belə yazaq. F çıx D bölünsün F vur D. F vur D çıxılsın bölünsün F minus D. Yəni hansı ki orta məxrəcə gətirdik, daha sonra isə tərsinə çevirdik. Bərabərdir. Deməli bərabərdir uşaqlar. F-in yerinə 30 yazacaq. Daha sonra balaca F-in yerinə 2D yazırıq. Deməli 30 bərabərdir. Balaca F-in yerinə 2D yazsaq olacaq 2D kvadrat. 2D çıx D oldu D. D-lər getdi, aldıq ki 30 bərabər 2D. D də bərabər olacaq 15-ə. Əgər D 15 cm-dirsə, F-ə də 2 dediyimizə görə olacaq 30 cm. B variantı. 17. Hansı ifadələr doğrudur? Təmiz yarımkeçiricini qızdırdıqda. Təmiz yarımkeçiricini qızdıran uşaq yarımkeçiricilərin keçiriciliyi xarici təsirdən asılıdır. Xarici təsirimiz məsələn işıqlanma, temperatur. Temperatur artırdıqca keçiricilik artar. Deməli sərbəst elektronların sayı artır və təmiz yarımkeçirici olduğuna görə orada elektronların sayı ilə dəşiklərin sayı bir-birinə bərabər olmalı. Dəşiklərin sayı da artır. Keçiricilik artdığına görə müqavimət nə etməlidir? Azalmalıdır. Deməli 1, 2, 6 D variantı. 18. Hidrogen atomunun enerji səviyyələrinin diaqram verilmişdir. Hansı ifadələr doğrudur? Deməli, birinci enerji səviyyəsində olan atomun ionlaşma enerjisi 10,6 elektron voltdur. Bəli, doğrudur. Birinci ionlaşma enerji səviyyəsi buradır. Bir düzdür. Deməli, ikinci səhvdir. Birinci həyəcanlanma səviyyəsində atomun birinci həyəcanlanma səviyyəsi buradır. Yəni, bu stasionar haldır. Digər hallarsa bunun həyəcanlanma səviyyələridir. Bura olacaq. Demək, 3,4 elektron volt doğrudur. İkinci enerji səviyyəsi olan atomun ionlaşma enerjisi 3,4 elektron voltdur. Bu da doğrudur. İkinci həyəcanlanma səviyyəsində olan atom, ikinci həyəcanlanma səviyyəsi uşaqlar, baxın buradır. Yəni bu üçüncüyə keçdiysə, o da 5 səhvdə olacaq 6 doğru. Deməli 3-ə də plus qoyduq. 1, 3, 4, 6 B variantı. 19. Şəkildə təqdim olunmuş dövrədə induksiya cəryanının II və mənbənin yaratdığı cəryanın I0 istiqamət təsvir edib. Bu hal eyni istiqamətdə olmaq üçün uşaqlar dövrədə cəryan şiddəti I0 azalmalıdır. I0 azaltmaq üçün də açarı açmaq lazımdır. Daha sonra baxaq və bizdən kütübləri də verib. Deməli cəryan istiqamətin sağ olması üçün uşaqlar bura müsbət, bura mənfi olmalıdır ki, cəryan hardan hara getsin. Deməli soldan sağa doğru, yəni sağ istiqamətinə getsin. Bir müsbət kütüb olduqda açar dövrdən ayırdıqda mümkündür. Deməli bu doğru variantdır elə. 20. Sarğıdan keçən yükün miqdarının zamandaslıq qanunu bu cürdür. Hansı qrafik maqnit enerjisinin zamandaslıq? Maqnit enerjisinin cüzdürü L kvadrat bölü 2-dir. Eni tapmaq üçün də Q-dən törəmə tapmaq lazımdır. Q-nün törəməsini tapaq. 1 üstə gəl 3T-nin törəməsi bizə nəyə verir? 3-ü. Deməli L 3-ə bərabər, I 3-ə bərabərdir. Yəni burada heç bir T olmadığına görə gətirib yerinə qoysaq, yalnız L vurulsun 9 bölü 2 alırıq. Yəni heç bir T yoxdur burada. Zamandan asılı deyil. 21. Dəyişən cəryan dövrəsindəki elementlərin müqavimətləri uyğun olaraq 20, 10, 40 ohmdur. Dəyişən cəryan tezliyini necə dəyişmək lazımdır ki, ampermetrin göstərişi maksimum, yəni rezonans halı baş versin. Rezonans halının baş verməsi üçün XL XC-yə bərabər olmalıdır. Deməli, uşaqlar XL-in düsturu omega L-dir. XC-nin isə düsturu 1 bölünsün omega vur C-dir. Biri tezliyi ilə düz, birisi tərs mütəmsil basıdır. XL-in XC-yə bərabər olmaq üçün XL-i azaldıb, XC-ni artırmaq lazımdır. XC-ni artırmaq üçün omeganı azaltmaq və XL-i azaltmaq üçün omeganı azaltmaq lazım. Yəni tezliyi azaltmaq lazımdır. Deməli, əgər tezliyi 2 dəfə azaltsaq, XL də 2 dəfə azalıb olacaq 20, XL 2 olacaq 20.
X-i də 2 dəfə artıb, o da olacaq 20 ohm. Deməli, bunlar bir-birinə bərabərdir. Artıq rezonans halı baş vermiş olacaq. Bir-birinə paralel yerləşdirilmiş iki turmalin kristalının simmetri oxlar arasındakı bucağı bu bucağın yarısı qədər artırdıqda sistemdən keçən işığın intensivliyi sıfıra qədər azalır. Sıfıra qədər azalması üçün bucaq neçə dərəcə olmalıdır? 90 dərəcə olmalı, düzdürmü? Və sizə yazıb ki, aralarında hər hansısa bir, tutaq ki, deməli, beta bucağı vardı və deyir, bu bucağın yarısı qədər artırdıqda, beta bölü 2 qədər artırdıqda bucaq 90 dərəcəyə bərabər olub. Deməli, 3 beta bölünsün 2 bərabər 90. Betanı tapanda da ixtisar aparaq. Deməli, beta olacaq nə qədər? Əvvəlcə 60 dərəcə imiş. Olacaq B variantı. 23-də monoxromatik işıq dalğası birinci mühitdə dalğa uzunluğu 4/-6 metr, tezliyi isə 6/3 Hz-dir. Vakuma keçən monoxromatik işığın sınma bucağı 30 dərəcə olursa, birinci mühitdə düşmə bucağı üçün sinus alfanın qiymətini hesablayın. Aha. Demək, bir mühitdən digər mühitə keçəndə tezlik period dəyişmir, amma dalğa uzunluğu mühitin sındırma əmsal dəfə dəyişir. Bizdən də soruşur ki, birinci mühitdə düşmə bucağı üçün sinus alfanın qiymətini hesablayın. Sınma bucağı 30 dərəcədir. Gəlin sınma qanununu yazaq. Sinus alfa bölünsün sinus beta bərabərdir. Lambda 1 bölünsün lambda 2. Və burada sinus alfanı bilmirik. Sinus alfanı bilmirik, amma sinus beta nə qədərdir? Sinus 30 dərəcədir sınma bucağımız. Lambda 1 bizə görə nə yazıb? Dalğa uzunluğu 4/6 metr, 10⁻6 metrdir birinci mühitdə. Yazaq yerinə 4/10⁻6 metr. İkinci mühit isə uşaqlar vakuumdur. Vakuum ikinci mühitdir. Vakuumda dalğa uzunluğunu düsturunu yazsaq, L0 bərabərdir. S bölünsün nüdən. S nə qədərdir? 3/10⁸8 bölünsün nü, yəni 6/10⁻13. Deməli, burada belə eləyək. Bunu 30/7 yazaq. 30-dan 6 getdi, qaldı 5 vurulsun. 10⁻7-dən 13 gedir, qalır aşağıda 6. Yəni belə bir şey alırıq da 6 5 vurulsun. 10⁻6 5 vur 10⁻6. 10⁻6'lar getsin. Deməli, 4 ilə 5 də ixtisar gedir. Qalır 0,8. Sinus alfa da bərabərdir. Sinus alfa da bərabərdir. Sinus 30, yəni 2də 1 vurulsun 0,8-ə. 2də 1 də 0,8-ə vursa olacaq 0,4. Deməli, sinusun qiyməti olacaq sinus alfanın 0,4. 24. Cisimlər verilmiş istiqamətlərdə düz xəttli bərabər hərəkət edirlər. Müşahidəyə başladıqdan 5 saniyə sonra cisimlər koordinat başlanğıcında olur. Müşahidəyə başladıqdan neçə saniyə sonra cisimlər arasındakı məsafə 180 metr olar. Deməli, uşaqlar 5 saniyə sonra cisimlər koordinat başlanğıcında olur. 5 saniyə sonra cisimlər koordinat başlanğıcında olursa, deməli, bunun sürəti 20/5-dən olacaq 4. Bunun da sürəti 40 bölünsün 5-dən olacaq 8. Sizdən soruşur ki, neçə saniyə sonra, müşahidə başladıqdan neçə saniyə sonra cisim arasındakı məsafə 180 metr olar. Məsafə tapılarkən x1 çıx x2-dən istifadə edirik. Bu bərabərdir, deməli, 180-ə. Bu da bərabərdir x1-in tənliyi. Baxın, x1 soldakı cisimdir. Hərəkət x oxu istiqamətidir, amma başlanğıc koordinat -40-dır. x1 üçün yazırıq -40. Hərəkət x oxu istiqamətdə olduğundan üstə gəlsin 8-dir. Bu oldu. Birincinin tənliyi çıxılsın. Mötərizədə yazıram. x2. x2 başlayıb 20-dən. Amma hərəkətin istiqaməti x oxunun əksin olduğuna görə çıxılsın. 5t yazırıq. İndi uşaqlar başlayaq hesablamağa. 180 bərabərdir. Deməli, çıx. Bu da bura çıx olduğuna görə -40. Çıxılsın 20 olacaq. -60. -5 olacaq müsbət. 8-in üstünə 5 gəlsə olacaq 13-dir. Üstə gəl 13-dir. 180 üstünə 60 gəlsək. Deməli 180 üstünə 60 gəlsə olacaq 240. 240 bərabərdir. Üzr istəmişəm. Burada sürət 4-dür. Baxıram ki, 13-ə bölünməyəcək ona görə. Deməli, burada 4t idi. Mənfi oldu müsbət 4t. 8-in üstünə 4 gəlsə olacaq 12t. Aha, 240 bərabərdir 12t'yə. T də bərabər olar 20 saniyə. Bu da oldu sizin cavabınız. 25. Şəkildə bir cisim maqnit qüvvə xəttlərinə perpendikular istiqamətdə eyni sürətlə daxil olan proton və alfa zərrəcinin traktorla təsvir edilib, hansı ifadələr doğrudur? Aha, deməli, MV bərabər QBR-dən. R nəyə bərabərdir? MV bölünsün QB. Bir cisim maqnit sahəyə eyni sürətlə daxil olurlar.
Deməli, radius xüsusi yüklə tərs mütənasib asılıdır. Əgər hansının radiusu böyükdürsə, onun xüsusi yükü kiçik olmalıdır. Protonun xüsusi yükü 1-dir. Q' bərabər proton üçün 1 yazaq. Alfa zərrəcinin xüsusi yükü isə 2/4-dən 0,5-dir. Yəni Q' alfa zərrəci olacaq 0,10. Deməli 2-ni 4-ə bölürük 0,5. Deməli, alfanın xüsusi yükü kiçik olduğuna görə radiusu böyük olan olmalıdır. Bu alfa zərrəcidir, bu isə protondur. Birinci trayektoriya protona aiddir, doğrudur. İkinci trayektoriya alfa zərrəciyə aiddir, o da doğrudur. 1 və 4. 26 verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin bucaq sürəti 0,5 radian bölü saniyədir. Neçə saniyədə radius vektorunun dönmə bucağı 60 dərəcəyə bərabər olar. Birinci uşaqlar, bucağı çevrə radiana 60 dərəcə bilirsiniz ki, pi bölü 3-ə uyğundur. Deməli, fi bərabərdir pi bölü 3. Omeqanı verib 0,5. Zamanı bizdən soruşur. Deməli, fi bərabərdir omega vur t-dir, bərabər sürətlə hərəkətdir deyə. Omega zamanın asılı deyil və fiqurun sahəsi bizə nəyi verdi? Fini dönmə bucağını sadəcə omega vur t bizə verəcək, deməli, düz bucağın sahəsi. Pi böl 3 bərabərdir omeganın yerinə 0,5, t-ni bilmirik. P-ni 3 verib, 3 bölü 0 olacaq 1, t də bərabər 1 bölünsün 0,5-dən olacaq 2. 27. Uzunluqları bərabər və en kəsikləri S1 bərabər S2, o da bərabər S. S3, 2S olan 3 nexrom naqillər şəkildəki kimi sabit cərəm mənbəyinə qoşulmuşdur. R1 naqilinə ardıcıl qoşulmuş ampermetrin göstərişi 2 amper. Deməli, burada 2 amperdir. Olarsa digər ampermetrin göstərişləri üçün uyğunluğu müəyyən edin. Deməli, uşaqlar, eyni düsturu, paralel uları eynidir. O böl R, R-in dəyərinə nə yazırıq? Rho böl S. S-də neyniyir? Qalxır yuxarı. Deməli, sahəsi böyük olanın elə cəryan şiddəti də böyük olmuş olacaq. Birinci və ikinci S idi. Deməli, ikinci də elə cəryan şiddəti eyni 2 amper. Üçüncüdə isə bunlardan 2 dəfə böyük, yəni 4 amper olmuş olar. Çünki sahə ilə dedik düz asılı aldıq. Sizdən soruşur A2-ni. A2 ampermetrin göstərişini tapdıq 2 amper. 1-ə getdi A. A3 ampermetrin göstərişi 4 amper. A ampermetrin göstərişi isə bu bütün qollardan axan cəryan şiddətlərinin cəminə bərabərdir. 2, 2, 4-ün cəminə, yəni 8 amper olmuş olar. D variantı. 28. Sındırma əmsalı n bərabər 5 olan mühitdə elektromaqnit dalğasının maqnit sahəsinin induksiya rəqslərinin məsafədən asılı qrafiki verilib dalğanın tezliyini. Məsafədən asılı qrafiki verilərkən uşaqlar, deməli, siz tapacaqsınız dalğa uzunluğunu. Dalğa uzunluğunu tapanda görürsünüz ki, bir tam periyod ərzində yayıldığı məsafə dalğa uzunluğu idi, elə həmin nöqtə olacaq 0,2 kilometr. Vakuumda təbii ki, bundan 5 dəfə çoxdur. Çünki lambda 0-ın düsturu, belə deyil, lambdanın düsturu lambda 0 bölünsün n idi. Buradan da lambda 0-ı tapmaq istəyirsə, lambdanı vurmaq lazımdır n-ə. Yəni, lambda 0 bərabərdir, lambda vurulsun n. Lambda vur n-dən 0,2 kilometr olur, 200. 200 də 5-ə vursaq olacaq 1000 metr. Aha, deməli, vakuumda budur. Daha sonra dedik ki, dalğa uzunluğunun düsturu mühitdəki vakuumdakı S böl nüdür. Nü də bərabər olar nəyə? S bölünsün lambda 0-a. S-nin yerinə 3/8 yazaq. S-nin yerinə 3 vurulsun 10^8 bölünsün. Deməli, lambda 0-a 10^3-ə. 10^3-dən 18 gedir. Qalır 10^5. Deməli, tezliyi olacaq. 3 vurulsun 10^5 Hz. 29. Rezistor və lampa qoşulmuş dövrənin bir hissəsi verilmişdir. Dövrəyə qoşulmuş lampanın gücünü hesablamaq üçün istifadə olunan elementlər hansılardır? Bu cür dövrənin sxemini elementlərin adları göstərilməklə çəkin. Deməli, uşaqlar sizə verir bir rezistor və lampa qoşulmuş dövrə. Sizdən soruşur ki, bu cür dövrənin sxemini elementlərin adları çəkilməklə göstərin. Bizə lazımdır ampermetr. Cəryan şiddətini ölçmək üçün bizə lazımdır voltmetr. Deməli, bizə nə istəyirdi? Lampanın gücünü. Aha, deməli, voltmetri lampaya birləşdirmək lazımdır. Voltmetri lampaya birləşdiririk. Aha, dövrəmizi çəkdik və bu dövrəyə mənbə birləşdirmək lazımdır. Müsbət
və mənfini çəkdik. Aha, bitdi uşaqlar. Deməli, bu bizim lampamızdır. Lampaya birləşdirdik voltmetr. Çünki voltmetr hansı cihazın gərginliyi ölçəcəksə ona paralel birləşdirməli və dövrəyə ampermetri qoşduq. Ampermetr isə cihazlara paralel birləşdiriləcək. Fərqi yoxdur. Yəni, arzu olduqlarına görə onsuz da hər birinə keçən cəryan şəddəti eynidir və gücü hesablamaq üçün də I vur O ifadəsindən istifadə edəcəyik. Bizə lazımdır iynə ölçmək üçün ampermetr. Ampermetr. Gərginliyi ölçmək üçün isə bizə lazımdır voltmetr. 30-da dielektrik dayaqlar üzərində yerləşdirilmiş müsbət yüklü üfüqi səthin üzərində sapdan metal kürəcik asılmışdır. Kürəciyin yükün işarəsidir ona təsir edən Kulon qüvvəsinin qiymətini. İpin gəlmə qüvvəsi 25 Newton yuxarı, aşağıya mj, yəni ağırlıq qüvvəsi 30 Newton yönəlib və Kulon qüvvəsini hesablasaq. Deməli, bizə deyir, deməli, uşaqlar, əgər ipin gəlmə qüvvəsi 25 Newton mj-dən azdısa, deməli, yuxarı, əgər bu sükunətdədirsə, burada tarazlıq qorumaq üçün bir qüvvə də olmalı, bu da Kulon qüvvəsidir. Yuxarıya doğru deməli yönəlir və onda qiymət nə qədər olar? 5 Newton. Çünki 30 aşağıdırsa, 30-un da yuxarıda olub bunun tarazlıqda qalması üçün 5 Newtonda bir qüvvə olmalıdır, bu da Kulon qüvvəsidir. Deməli, əgər Kulon qüvvəsi yuxarı yönəldirsə, lövhənin də yükü müsbət idisə, bunlar bir-birlərini deməli itələyiblər. Deməli, zərrəcin də yükü olacaq necə? Müsbət. Sağ olun uşaqlar.